Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası ilə bağlı yeni təklif gündəmə gəlib. Mövcud qaydalara əsasən pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə artırılır. Yəni orta aylıq əmək haqqının artım tempi neçə faiz olarsa, bütün pensiyalar da həmin faiz qədər indeksləşdirilir. Mövzu ilə bağlı Milli Məclisin Vüqar Bayramov açıqlamasında bildirib ki, hazırki sistemdə faiz göstəricisi hər kəs üçün eyni olsa da, faktiki artım məbləği pensiyanın həcmindən asılı olaraq fərqlənir. Deputatın sözlərinə görə bunu sadə bir nümunə ilə izah etmək mümkündür. Əgər orta aylıq əmək haqqının artım tempi 8% olarsa, 300 manat pensiya alan vətəndaşın aylıq pensiyası 24 manat artar. Eyni zamanda 3000 manat pensiya alan şəxsin aylıq pensiyası isə 240 manat yüksəlir. Faiz göstəricisi eyni olsa da, məbləğ baxımından fərq olduqca böyük olur. Bu səbəbdən deputat hesab edir ki, gələcəkdə pensiyaların indeksləşdirilməsi zamanı daha diferensial yanaşmanın tətbiqi müzakirə oluna bilər. Belə yanaşmada yalnız faiz prinsipi deyil, sosial vəziyyət də nəzərə alına bilər. Məqsəd isə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların gəlirlərinin daha sürətlə artırılmasıdır. Təklif olunan yanaşmaya əsasən aşağı məbləğdə pensiya alan şəxslərin pensiyalarının artırılmasında əlavə sosial meyarlardan istifadə edilə bilər. Bu meyarlara ailə vəziyyəti, valideyn statusu, himayəsində uşaqların olması və digər sosial göstəricilər daxil edilə bilər. Beləliklə, eyni maliyyə çərçivəsində vəsaitlərin daha sosial ədalətli şəkildə bölüşdürülməsi mümkün ola bilər. Deputatın fikrincə bu cür mexanizm təminatlı pensiyaçıların maddi vəziyyətinin yaxşılaşdırılmasına kömək edə və sosial bərabərliyin gücləndirilməsinə töhfə verə bilər. Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib. Səsləndirilən fikirlər təklif xarakteri daşıyır və gələcəkdə müvafiq dövlət qurumları tərəfindən qiymətləndirilə bilər. Pensiyaların artırılması ilə bağlı yekun qərarlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq qəbul edilir və rəsmi şəkildə elan olunur. Pensiya sistemi ölkədə milyonlarla vətəndaşın sosial rifahına birbaşa təsir göstərən mühüm sahələrdən biridir. Bu səbəbdən indeksləşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülən hər bir təklif ictimai maraq doğurur. Gələcəkdə bu istiqamətdə hansı dəyişikliklərin ediləcəyi barədə rəsmi məlumatlar açıqlandıqca ictimaiyyətə təqdim olunacaq. Bu mövzu ilə bağlı siz necə düşünürsünüz? Sizcə pensiyalar hamı üçün eyni faizlə artırılmalıdır? Yoxsa aşağı pensiya alan vətəndaşlara daha yüksək artım tətbiq olunmalıdır? Fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Yeni xəbərlərdən vaxtında xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi də unutmayın.